101-ci sualdan davam edək. Yazılışı, doğru olan sözlə bağlı doğru fikirləri müəyyənləşdirin. Yəni, yuxarıda verilən sözlərdən hansının yazılışı doğrudursa, aşağıdakı verilən variantlardan ona uyğun olan doğru fikri müəyyənləşdirəcəyik. Bu qələmin sözü doğru yazılıb, elə bu sözün tələffüzü də bu qələmin şəklindədir. Yəni, deyilişi ilə yazılışı arasında heç bir fərqli məqam yoxdur. Fotoalbom sözü yanlış yazılıb, çünki fotodur, kinodur, kinidir, bu sözlər bitişik yazılmalıdır. Xəkəndaz sözü də yanlış yazılıb, bu söz ə ilə yazılmalıdır, xəkəndaz şəklində. Kəşfiyyat sözü doğru yazılıb, bu sözün tələffüzü isə bir y ilə yazılır, bu şəkildə. Kəşfiyyat şəklində yazılır. Kəşfiyyat sözündə şf hərf birləşməsi olduğuna görə, məsələn, sözdə st, ft, xt və şf hərf birləşmələrindən sonra samit gələrsə, sondakı kar samit düşəcək. Bu hərf birləşmələrindən sonra sait gələrsə, sondakı kar samit cingiltili qarşılığı kimi tələffüz olunacaq. Qoşa yığılar haqqında da belə bir qayda deyim. Qoşa yığılar kökün tərkibindədirsə, ikisi də olduğu kimi də qalacaq. Bəzi istisna sözlərimizi çıxmaq şərtindən. Qoşa yığılar şəkilçinin tərkibindədirsə, tələffüz zamanı qoşa yığılardan biri düşəcək. Ahuzar sözü də yanlış yazılıb, çünki bu sözdə u hərfi olmamalıdır. Ahzar, ahnalə, ahva şəklində defislə yazılmalıdır. Ahu sözü isə ceyran mənasında işlədilir, ahu baxışlı, ahu yerişli, ahu gözlü mənalarında işlədilir. İndi isə bu qələmin və kəşfiyyat sözləri üçün doğru fikirləri müəyyənləşdirək. Sözlərdən birinin deyilişi ilə yazılışı arasında iki fərqli məqam var. Bəli, bunu kəşfiyyat sözünə aid etmək olar. Burada f-v-yə keçib, y-nın bir də düşüb. İki fərqli məqam var. Sözlərdən yalnız birinin ilk səsi manəsiz tələffüz olunur. Bu yanlış fikirdir. Çünki manəsiz tələffüz olunmaq saitlərə xas xüsusiyyətdir. Burada hər iki sözün ilk səsi samitdir. Samitlər isə maniyəli tələffüz olunan səslərdir. Bu da yanlışdır. Sözlərdən ikisinin səs və hərf tərkibi fərqlənmir. Bu yanlış fikirdir. Çünki sözlərdən yalnız bu qələmin sözünün səs və hərf tərkibi fərqlənmir. Sözlərin hər birində incə dodaqlanmayan açıq saiti işlənmişdir. Bəli, hər ikisində əl saiti işlənmişdir. Bu qələmində də, kəşfiyyatda da. Əl saiti də incə, dodaqlanmayan açıq saitdir. Bu doğru fikirdir. Sözlərdən ikisinin səs və hərf tərkibi arasında kəmiyyət fərqi yoxdur. Bu yanlış fikirdir. Yalnız kəşfiyyat sözündə kəmiyyət fərqi var. Kəmiyyət və keyfiyyət fərqi nə deməkdir? Kəmiyyət say fərqi deməkdir. Yəni bir sözdə səs düşümü və yaxud da səs artımı varsa, demək ki, o sözdə kəmiyyət fərqi var. Əgər bir sözdə eyni sayda səs düşümü və yaxud da ki, səs artımı varsa və bunlar bərabərdirsə, o zaman o sözdə kəmiyyət fərqi yoxdur. Keyfiyyət fərqi isə səs dəyişməsi deməkdir. Yəni 101-ci sualda doğru variant 1, 4, A variantı. 102-ci sualda bir yazılışı doğru olan sözlə bağlı doğru fikirləri müəyyənləşdirin. Yenə də eyni sual tipidir bu da. Dezodorant sözü ilə dezodorant şəklində yazılır. Bu söz tələffüzdə isə dezodorant A ilə yazılır. Bu sözdə vurğu sona düşür. Onun A kimi tələffüz olmasına səbəb isə, əgər o saiti vurğu qəbul edirsə, tələffüz zamanı həmin söz elə o ilə də tələffüz ediləcək. Əgər o saiti vurğu qəbul etmirsə, o zaman o saiti A kimi tələffüz olunacaq. Burada da dezodorant sözündə də o saiti vurğu qəbul etmədiyinə görə A kimi tələffüz olunub. Gömbul sözü yanlış yazılıb. Bu söz N ilə yazılmalıdır, gömbul şəklində. Outsider sözü də bu sözdə yanlış yazılıb. Outsider şəklində yazılmalıydı. Sonra illuminator sözü yanlış yazılıb. Çünki illuminator sözü illü başlığı ilə yazılmalı idi. İllü şey. Məsələn, illuminator, illüstrasiya və s. Bu sözlər illü ilə yazılır. Hökümsüz sözü doğru yazılıb. Bu söz tələffüzdə isə ü saiti artırılır bura. Hökümsüz şəklində tələffüz olunur. Sözlərin hər birində səs və hərf tərkibi arasında fərq var. Bunlarda yalnız bəli, bu doğru fikirdir. Çünki dezodorant sözündə də, hökümsüz sözündə də səs və hərf tərkibi arasında fərq var. Hökümsüzdə ü artırmışıq, dezodorantda da o A kimi tələffüz olunub. Bu doğru fikirdir. Sonra sözlərdən ikisində o hərfi qalın, dodaqlanmayan, açıq səs kimi tələffüz olunur. Bu yanlış fikirdir. Çünki hökümsüz sözündə ümumiyyətlə o yoxdur. Dezodorant sözündə də o hərfi A kimi tələffüz olunub. Sözlərin hər birində samitlə başlayır, samitlə bitir. Bəli, sözlərin hər ikisi, dezodorant da, hökümsüz sözü də samitlə başlayıb, samitlə bitib. Bu doğru fikirdir.
Sözlərdən ikisinin tərkibində cingilti qarşılıqlı olan səs işlənmişdir. Hökmsüz sözündə tıl səsi işlənməyib. Bu yanlış fikirdir. Encisli samit qoşalğı olan sözdə vurğu sondan ikinci hecanın üzərindədir. Hökmsüz sözü ilə iki hecadan ibarətdir. Bu da yanlış fikirdir. 102-də doğru variant 1-3. B variantı. 103-də deyir, yazılışı doğru olan sözlər üçün ortaq xüsusiyyətləri müəyyənləşdirin. Ekvivalent sözü, bu söz ekvivalent şəklində yazılmalı idi. Bu sözün yazılışı səhvdir. Bu şəkildə yazılmalıdır bu söz. Amnistiya sözü də yanlış yazılıb. Çünki amnistiya şəklində. Bu söz, yəni amnistiya sözünün də mənası əfv olmaq deməkdir. Burada illüstrasiya sözü isə bayaq qeyd etdiyimiz kimi üllü başlığı ilə yazılmalıdır. Burada da üllü başlığı ilə verildiğinə görə bu söz doğrudur. Səhmdar sözü yanlış yazılıb. Burada i olmamalıdır. Səhmdar şəklində yazılmalıydı. Diapazon sözündə isə bu söz doğru yazılıb. Tələffüzdə isə i-a hərf birləşməsi olduğuna görə i artırılacaq. Diapazon. Çünki əgər bir sözün tərkibində i-a, i-o, i-u və s. digər hərf birləşmələri varsa və tərkibində i varsa əgər, onda i artıracağıq tələffüz zamanı. Yox, əgər tərkibində i hərf birləşməsi yoxdursa, e, ə, o, u, a, e bu hərf birləşmələri varsa, o zaman həmin söz elə yazıldığı kimi də tələffüz olunacaq. Heç bir dəyişiklik olmayacaq. Tərkibində illüstrasiya və diapazon sözü üçün ortaq olan xüsusiyyətləri seçək. Bir tərkibində kar qarşılığı ih olan səs işlənmişdir. Bu doğru fikirdir. Çünki hər ikisində y səsi işlənib. Diapazonda da y əlavə etmişik. İllüstrasiya sözündə də y var. Bu hər ikisi üçün ortaq fikirdir. 2 ədəd qalın, dodaqlanmayan açıq sait işlənmişdir. Bəli, hər ikisində a saiti işlənmişdir. A saiti də qalındır, dodaqlanmayandır və açıq saitdir. Bu da doğru fikirdir. Vurğu 4-cü hecanın üzərinə düşür. Vurğu deyir 4-cü hecanın üzərinə düşür. Yanlış fikirdir. Çünki illüstrasiya sözündə 3-cü hecanın üzərinə düşür. İllüstrasiyanın şəklində tələffüz olunur. Saitlə başlayır, saitlə bitir. Diapazon sözü samitlə başlayır, samitlə də bitir. Bu fikir də yanlışdır. Kar qarşılığı olmayanın səsi işlənmişdir. Bu yalnız diapazon sözünə aid etmək olar. İllüstrasiya sözündə n hərfi yoxdur. Burada 103-də doğru variant 1-2. C variantıdır. 104-cü sualda deyir, yazılışı doğru olan sözlə bağlı doğru fikirləri müəyyənləşdirin. Bu da eyni sual tipidir. Çatışmazlıq sözü yanlış yazılıb. Çünki burada çatışmazlıq mı olmamalıdır. Ekskavator sözü bu sözdə yanlış yazılıb. Çünki ekskavator a ilə yazılmalıdır. İllüziya sözü də bayaq qeyd etdiyimiz kimi ü ilə yazılmalıdır bu söz. İllüziya şəklində. Bu da yanlışdır. Adrenalin sözü doğru yazılıb. Bu sözün deyilişi yazışı arasında heç bir fərqli məqam yoxdur və vurğu bu sözdə sona düşür. Xəttat sözündə isə bu söz doğru yazılıb. Tələffüzü isə bu şəkildə olur. Xəttat şəklində olur. Bu sözdə də vurğu sona düşür. Bu da doğru fikirdir. Və adrenalin və xəttat sözləri üçün ortaq olan fikirləri müəyyənləşdirək, doğru fikirləri müəyyənləşdirək. Sözlərdən ikisi saitlə başlasa da samitlə bitir. Bu yanlış fikirdir. Çünki sözlərdən ikisi yox, yalnız biri samitlə başlayır. Adrenalin sözü saitlə başlayır. Sözlərdən üçündə kar qarşılığı olmayan samit işlənmişdir. Burada biz iki sözü təhlil edirik. Burada üçündə dediyinə görə bu fikir də yanlışdır.
Sözlərdən birində vurğu sonuncu hecanın üzərinə düşür. Bu fikir də yanlışdır. Çünki hər ikisində vurğu sonuncu hecanın üzərinə düşür. Sözlərdən birinin deyilişi ilə yazılışı arasında fərq yoxdur. Bəli, bunu adrenalin sözünə aid etmək olar. Adrenalin sözündə deyilişi ilə yazılışı arasında heç bir fərqli məqam yoxdur. Sözlərdən hamısında samit qoşalığı olsa da, yalnız bir sözdə qoşa samitlər yazıldığı kimi tələffüz olunur. Bunu isə adrenalin sözünə aid etmək olar. Çünki burada yalnız bir sözdə deyir. 4-5 doğru variant E variantıdır. 105-ci sualda deyir, yazılışı doğru olan sözlə bağlı doğru fikirləri müəyyənləşdirin. Impeachment, bu söz yanlış yazılıb. Çünki impeachment olmalıydı. Akordeon sözü də bu akordeon sözü doğru yazılıb. Güzəranlıq sözü güzəranlıq olmalıdır. Ə ilə yazılmalıdır. Apellyasiya sözü bu sözdə yeni orfoqrafiya qaydalarına əsasən bu söz qoşa l ilə yazılmalıdır. Burada isə əvvəlki köhnə orfoqrafiya qaydalarına əsasən götürülüb. Ona görə də bu sözü də biz doğru götürəcəyik. Dəstəmaz sözü dəstəmaz şəklində tələffüz yazılmalı idi. Dəstəmaz. Sonra biz akordeon və apellyasiya sözləri üçün doğru fikirləri müəyyənləşdirəcəyik. Müxtəlif cinsli samit qoşalığı vardır. Bəli, bu sözdə müxtəlif cinsli samit qoşalığı var. Sözlərdən biri kar qarşılığı s olan səslə bitir. Bu fikir də yanlışdır. Sözlərdən hər birində ayrı-ayrılıqda sait və samit səslərin sayı eynidir. Bəli. Əgər köhnə qaydalara əsasən götürsək, apellyasiya sözü bir yerdə yazılır, amma yeni orfoqrafiya qaydalarına əsasən apellyasiya sözü qoşa l ilə yazılmalıdır. Sözlərdən ikisinin tərkibində cingilti qarşılığı z olan səs işlənmişdir. Bu da yanlış fikirdir. Bu sualda biraz natamamlıq var. Köhnə qaydalara əsasən götürsək 1-3-dür. Amma yeni qaydalara əsasən götürsək isə bu sual da doğru cavab ümumiyyətlə çıxmır. Ona görə bu sualda biraz yanlışlıq var. 106-cı sualda deyir ki, həm saiti, həm də ki, həm samiti, həm də ki, saiti fərqli tələffüz edilir. Morfologiya sözü, bu söz elə fərqli tələffüz olunmur. Kəmənd sözü fərqli tələffüz olunmur. Ontonluq, bu da ontonluq şəklində tələffüz olunur. Qlobal, bu da deyil. Operatta sözündə isə həm sait, o, a kimi tələffüz olunur, t da d kimi tələffüz olunur. Yəni, bu sözdə, operetta sözündə həm sait, həm də ki, samit fərqli tələffüz olundu. Digərlərində isə yalnız biri fərqli tələffüz olunurdu. 107-ci sualda həm samiti, həm də saiti fərqli tələffüz edilir. Yenə də eyni sual tipidir. Onomastika sözündə anamastika şəklində tələffüz olunur. Bu sözdə yalnız sait fərqli tələffüz olundu. Məişət sözündə y artırırıq, yalnız samit. Voleybol, burada da yalnız sait, voleybol şəklində tələffüz edəcəyik. Təzadlıq sözündə burada yalnız samitlər təzaddıq şəklində tələffüz olunacaq. Yalnız samitlər fərqli tələffüz olundu. Ot yeyənlər sözündə isə həm sait, ot yeyənlər, həm sait, həm də samit fərqli tələffüz olundu. Ona görə doğru variant elə B variantıdır. Aşağıdakı sözlərdən hansının tələffüz formasını əminliklə demək olar? Yəni, hansı söz iki formada düşünə bilmirik də? Hansı sözü yalnız bir formada düşünə bilərik? Yazarlar sözünü iki formada düşünə bilərik. Həm feil kimi olanda yazarlar, 2 dənə l-dan yazılanda feil kimi düşünürük. 2 dənə r ilə yazılanda isə yazarlar şəklində isə isim kimi düşünəcəyik. Ona görə bizə əminliklə demək olar dediyinə görə biri götürməyəcəyik. Çaparlar sözü də yenə eyni qayda ilə qoşa l-dan yazılanda, yəni çaparlar şəklində yazılanda feildir. Çaparlar şəklində yazılanda isə isimdir. Qoşa r ilə veriləndə isə isimdir. Bunu da aid edə bilməyəcəyik. Ətirlər sözü isə yalnız bir formada düşünə bilərik. Ətirlər şəklində.
Bu doğru fikirdir. Səpirlər sözünü isə yalnız feil kimi killı ilə düşünəcəyik. Səpirlər şəklində. Bu da doğru fikirdir. 108-də 3, 4. C variantı. 109-cu sualda uyğunluğu deyir müəyyənləşdirin. Yəni burada deyir yazılışı səs tərkibi fərqli olan sözlə eynidir. Burada yazılışı sözündən sonra intonasiya vermək lazımdır. Yazılışı eynidir deyir. Səs tərkibi fərqli olan sözlə. Yəni eyni cür yazılıb müxtəlif tələffüz olunan sözləri istəyir bizdən. Məsələn, düzdür sözün. Düzdür sözünü biz də iki cür düşünə bilərik. Həm düzdür. Bu sözü feil kimi düşünsək, düzdürmək mənasında. Buradakı dür leksik şəkilsidir və feil kimi düşünəcək. Feil kimi düşünəndə dır şəkilsindəki sondakı o r qalır. Yox, bu sözü əgər biz sifət kimi düşünsək, düzdür. Sondakı r düşəcək. Yəni, dır şəkilsini feil olanda sondakı r olduğu kimi də qalacaq. Və leksik şəkilcidir. Dır şəkilcisini sifət, isim kimi, isfət kimi və digər nitqçələr kimi düşünəndə isə dır şəklində olacaq. Sondakı r düşəcək. Ona görə də bizdə burada yazılışı eynidir. Tələffüzləri isə fərqli olan söz istəyirdi. Bu doğru variantdır. Əsirlər sözündə də bu sözdə doğrudur. Çünki həm bu sözü qoşa l ilə düşünəcəyik, feil kimi. Əsirlər, həm də əsirlər şəklində, isim kimi, qoşa r-dan. Bu söz də doğrudur. Yarayır sözü. Yarayır sözü də deyir ki, tələffüzü eynidir. Hərf tərkibi fərqli olan sözdür də. Yəni, burada tələffüzü eyni olanı istəyir. Yarayır sözü ilə yarayır şəklində də bu sözün yazılışı eynidir. Yarayır, yarayır. Bu sözün tələffüzü isə bir deyirik ki, yarayır. Bir də yarayır mənasında. Yarayır mənasında. Burada yazılışda yarayır, yarayır. Tələffüzdə isə ikisi də eynidir. Hər ikisi yarayır şəklində tələffüz olunur. Yəni, bir də qeyd edirəm. Yazılışda yarayır şəklində. Biri yarayırdı, biri yarayır. Tələffüzdə isə hər ikisinin tələffüzü eynidir. Hər ikisi yarayır şəklində tələffüz olunur. Bu da doğru fikirdir. Barı sözü. Barı sözü yalnız elə bir mənada düşünülürük. Barı mənasında da elə tələffüz olunur. Barı şəklində də tələffüz olunur. Ona görə bunu aid etməyəcəyik. Burada uyğunluğu istədiyinə görə 1, 2 və 3. 1, 2, 3. Doğru variant C variantıdır. 110-cu sualda deyir ki, lar şəkilçisinin hərf və səs tərkibi eynidir. Yəni, burada şəkilçinin deyir, sözün demir. Yəni, sözü desəydi əgər, biz onda onu kökə də baxmalıydıq. Şəkilçini dediyinə görə yalnız şəkilçidə olan dəyişikliyə baxacağıq. Yəni, şəkilçi eyni qalsın. Cədvəldəki mütləq uyğunluqları müəyyənləşdirin. Yəni, mütləq eyni olmalıdır da bu söz. İkinci bir tərəfi yoxdur. Sual şərəsinin yerinə yazıla bilər. Məsələn, qonur. Qonurlar sözünü iki cür düşünə bilərik. Bir, qonurlar. Məsələn, buradan yazaq. Qonur. Bu sözü iki formada düşünə bilərik. Bir, qonurlar. Bir də qonurlar. Həm sifət kimi, həm də feil kimi düşünəcəyik. Bizdən isə mütləq uyğunluğu dediyinə görə bu variantı götürməyəcəyik. Cisim. Cisim sözünü isə yalnız bir formada düşünə bilərik. Cisimlər. Bu doğru variantdır. Yəni, bizə də mütləq uyğunluğu istədiyinə görə bunu doğru gətirəcəyik. Qopar sözü.
Qopar sözünü də yalnız bir cür düşünə bilərik. Qoparlar şəklində. Və tələffüzdə isə qoşa l da yazılacaq. Qoparlar. Feil kimi düşünəcəyik bu sözü. Bu doğru fikirdir. İkincidə deyir, sual işarəsinin yerinə yazıla bilməz. Burada isə yazıla bilməyənləri seçəcəyik. Qatır sözü. Qatır. Qatır sözünü də eyni qayda ilə iki cür düşünə biləcəyik. Bir qatırlar. Qatırlar. İsim kimi. Bir də feil kimi düşünəcəyik bu sözü. Qatırlar. Qatırlar şəklində. Bizdən isə yazıla bilməyənləri istədiyinə görə bu sözü götürməyəcəyik. Damar. Damar sözü də yine eyni qayda ilə həm damarlar, həm də damarlar şəklində. Həm feil kimi, həm də isim kimi. Damarlar. Qoşa r ilə düşünəcəyik. Ona görə bunu da aid edə bilməyəcəyik. Bizdə mütləq uyğunluq istəyir. Güldan sözünü isə, güldan sözündə bu sözü götürmək olar. Çünki güldanlar. Səs və hərf tərkibi eynidir bu sözün. 110'da 2, 3, 6. Doğru variant D variantıdır. Lar şəkilçisinin hərf və səs tərkibi eynidir. Cədvəldəki mütləq uyğunsuzluqları müəyyənləşdirin. Burada isə bizdən mütləq uyğunsuzluqları istəyir. Deyir, sual işarəsinin yerinə yazıla bilər. Çəpər sözü. Çəpər sözünü biz məsələn çəpərlər bir şəkildə düşünə biləcəyik. Ona görə bunu götürəcəyik. Axar sözü. Axar sözünü də iki formada düşünə bilərik. Bir axarlar, bir də axarlar. Ona görə bunu aid etməyəcəyik. Sətir sözünü də yalnız bir mənada isim kimi düşünə bilərik. Sətirlər. İsim kimi. Bu da aid edə bilər. Sonra sual işarəsinin yerinə yazıla bilməz deyir. Məsələn, gəlir. Gəlir sözünü də iki formada düşünəcəyik. Gəlirlər, gəlirlər şəklində. Həm isim kimi, qoşa r-dan olanda isim kimi düşünəcəyik. Qoşa l-dan olanda feil kimi düşünəcəyik. Görür sözünü qoşa l-dan düşünəcəyik. Görürlər. Görürlər şəklində. Bu doğru fikirdir. Bizdən uyğunsuzluğu istədiyinə görə və bu sual işarəsinin yerinə yazıla bilməz dediyinə görə bu 5-ci fikir görürlər sözü düzdür. Əsirlər sözünü də iki formada düşünəcəyik. Çünki həm əsillər, həm də əsirlər. Əsirlər şəklində. Yəni həm feil kimi, həm də isim kimi düşünəcəyik. Bu da aid deyil. Çünki bizdən mütləq uyğunsuzluq olan variant istəyirdi. 1-də 1, 3, ikinci sırada 5. 1, 3, 5. Doğru variant D variantıdır. Hansı variantda cədvəlin hər iki xanasında uyğunluq pozulub? Burada deyir ki, birinci səhvdə deyir, yazılışı düzgündür, yazılışı səhvdir. Əlbəsə sözü yazılışı səhvdir. Çünki bu söz əlbəsə şəklində olmalıdır. Əlbəsə. Əlbəsə şəklində yazılmalı idi. Xoş gəldin etmək bu sözün yazılışı yanlışdır. Burada həm yazılış səhvdir, həm də yazılışı yanlışdır. Çünki bu xoş gəldin sözü bitişik yazılmalıdır. Xoş gəldin etmək mənasında. Qəbristan sözü burada bu söz də yanlış yazılıb. Çünki burada i olmalıdır. Qəbiristan şəklində yazılmalıdır. Məbadə yox, nəbadə olmalıdır. Bu da yanlışdır. İştah sözü. İştah sözü iştaha şəklində. Burada a olmalıydı. İştaha şəklində yazılmalıdır. Bu yanlışdır. Distributor isə bu düzgündür. Gödəkçə sözü doğru yazılıb. Dəstxət sözü yazılışı yanlışdır deyir. Bu fikir də doğrudur. Keçinmək sözü ç-dan yazılmalıdır. Keçinmək. Çünki bu söz müstəqil işlənmir.
geyinib keçinməyin tərkibində işlənir. Bir də keyfiyyət sözü. Keyfiyyət sözündə isə bu söz 2 yığdı ilə yazılmalıdır. Keyfiyyət şəklində. Bu da yanlışdır. Buradan iştaha və distributor variantları doğru variantdır. C variantı. Çünki burada deyir yazılışı düzgündür. İştaha sözünün yazılışı yanlış verilib. Çünki iştaha şəklində olmalı idi. Distributor sözündə isə deyir yazılışı yanlışdır. Bunun da yazılışı doğru verildiyinə görə hər ikisində uyğunluq pozulub. Hansı variantdakı orfoqrafik səhv saytın artıq yazılması ilə bağlıdır? Monastır sözü, monastır doğru yazılıb. Ab-hava sözündə u yazılmamalıdır. Ab-hava şəklində yazılmalıdır. Buradakı u saiti yanlış yazılıb. Nəfisdir, bibliografiyadır, qrafdır. Sonra boş bikar olmalıdır burada. Boş bikar. Bu da yanlışdır. 113'də C variantı. 114-cü sualda aşağıdakılardan hansında yerli kal şəkilçisi artırdıqda sözün kökündəki səs dəyişməsi yazıda da öz əksini tapar. Məsələn, babək sözüdür, natiqdir, aptekdir, məsələn, bavanlıqdır. Bu sözlərin yazılışı deyil. Yəni, çörək sözündə isə çörək şəklində həm yazılışda, həm də ki, tələffüzdə y olur. Məsələn, çörəyə, tələffüzdə də eyni qayda ilə çörəyə şəklində də tələffüz ediləcək. Doğru variant D variantıdır. 115-ci sualda deyir, klasteri tamamlaya bilməyən fikri tapın. Y samiti maneəli tələffüz olunur. Bu doğru fikirdir. Bizdən isə klasteri tamamlaya bilməyən fikri dediyinə görə biz ikinci variantda yanlış olan seçəcəyik. Əlifbamızda kar qarşılığını əks etdirən hərf yoxdur. İş səsi var. Burada hərf dediyinə görə yanlışdır. İş səsdir. Həm küy, həm də səsdən ibarətdir. Bu doğrudur. Sonra bitişdirici samit kimi söz kökü ilə leksik şəkilçi arasında işlənə bilmir. Bu yanlış fikirdir. Çünki bitişdirici samiti, məsələn, buğdayı yazaq bu sözü. Buğday sözündəki i leksik şəkilçidir. Burada sözün kökü buğdadır. Və bizdə deyir ki, bitişdirici samit kimi, bu da bitişdirici samitdir. Söz kökü ilə leksik şəkilçi arasında işlənə bilmir. İşlənə bilir burada. Ona görə bu fikir yanlış fikirdir. Bizdən də yanlış istədiyinə görə doğru variant C variantıdır. Deyir, həm leksik, həm də qrammatik şəkilçinin tərkibində işlənə bilər. Bəli. Buğdayı, məsələn, nənəyə. Burada isə qrammatik şəkilçidir. Hecə yaratmır. Bu da doğru fikirdir. Bəli, hecə yaratmır. Hecanı ümumiyyətlə samitlər hecə yaratmır, hecanı formalaşdırır. Doğru fikir C variantıdır. 116-cı sualda deyir, cədvələ əsasən uyğunluğu müəyyən edin. Boşluğa o yazılmalıdır, boşluğa m yazılmalıdır. Məsələn, u yazılmalıdır, texnikum. Odekolon o yazılmalıdır, ekvator a yazılmalıdır. Günbəz n yazılmalıdır. Pambıq m yazılmalıdır. Sanballı n yazılmalıdır. Doğru variant 2 və 5. 116-da E variantı. Doğru olan fikri tapın. DTX ixtisasının son səsi ağac sözünün ilk səsi ilə eynidir. Xeyr, bu yanlış fikirdir. Çünki DTX şəklində yazılır. Ağac sözündə isə ağac şəklində. ABŞ ixtisarının tərkibindəki saitlərdən ikincisi incə dodaqlanmayan açıqdır. Bəli.
A, B, Ş şəklində yazılır və e, saytlərdən edir ikincisi, yəni E saytı incədir, dodaqlı olmayandır, açıq saytdır. Bəli. BMT ixtisarındakı ilk sayt səs uzun tələffüz olunur. Bəli, bu da doğru fikirdir. B, M, T. Buradakı ilk səs uzun tələffüz olunur. Akkumulyator sözündə hər iki K hərfi olduğu kimi tələffüz olunur. Bu yanlış fikirdir. Çünki akkumulyator sözündə yalnız bir K ilə tələffüz olunur. Doğru variant 2 və 3-də olan fikirdir. 4 D variantı. 118-də gözləməlidir sözünün son səsi xoşbəxt adam söz birləşməsinin asıl tərəfinin son səsi. Gözləməlidir sözü sondakı R tələffüz zamanı düşür. Çünki bayaq da qeyd etdiyimiz kimi dır əgər feili artırılırsa, sondakı dır leksik şəkilçidir və tələffüz zamanı dır olduğu kimi də qalacaq. Əgər dır qrammatik şəkilçi kimi düşünsək, dır şəkilçi adlara qoşularsa, dır şəklində də tələffüz olunacaq. Xoşbəxt adamda isə X-T hərf birləşməsidir. Yəni S-T, F-T, X-T hərf birləşmələrindən sonra bayaq qeyd etdiyimiz kimi samit gələrsə, sondakı kar samit düşəcək. Sait gələrsə, sondakı kar samit cingiltili qarşılığı kimi tələffüz olunacaq. Burada da X-T-dan sonra sait gəldiyinə görə sondakı T düşəcək. Sait gəldiyinə görə sondakı T cingiltili qarşılığı kimi tələffüz olunacaq. Xoşbəxt adam D şəklində tələffüz olunacaq. Deyir, yuxarıdakı müqayisə edin, oxşar və fərqli cəhətlərə əsasən uyğunluğu müəyyənləşdirin. Oxşar cəhətlər keçmiş zaman şəkilçisinin tərkibində işlənə bilər. Bəli, gəldi məsələn. Sonra bu doğru fikirdir, oxşar cəhətləri. Maneəli tələffüz olunur. Bunlardan biri yalnız maneəli tələffüz olunur, biri maneəsiz tələffüz olunur. Bu yanlış fikirdir. Cingiltili qarşılığı Q səsidir. Bu yanlış fikirdir. Cingiltilidir, kar qarşılığı yoxdur. Kar qarşılığı D, T-dır da kar qarşılığı. Heca yaradan səs deyil. Bu da doğru fikirdir. Bəli, heca yaradan səs deyil. Bu fərqli cəhətlərdir. Yəni 1, 5 D variantı. 119-da hansı söz vurğusu dəyişsə də yenə eyni nitq səsi kimi çıxış edir. Şaxta və elektrik sözlərində vurğusu dəyişsə də bu sözlərin, məsələn, bu sözdə vurğuları dəyişsə də yenə də isimdir hər ikisi. Məsələn, epik sözündə epikdir, klassikdir, qrafikdir, komikdir. Bu sözlərdə əgər sözün sonu ik ilə bitirsə, bu sözün üzərinə sifət kimi işlənəndə vurğu ikin üstünə düşəcək. Yox, isim kimi işlənəndə ikdən əvvələ düşəcək. 119-cu sualda hansı söz vurğusu dəyişsə də yenə eyni nitq səsi kimi çıxış edir? Bunu dedik. 120-ci sualda sözlərdən birində sözün tələffüzü yanlış göstərilib. Burada bir də görürsən ki, dodaqaltı söylənilir. Bəli, bu doğrudur. Bizdən də yanlış istəyir. Onu ehtişamla EXT hərf birləşməsi tələffüz zamanı elə EXT şəklində də tələffüz olunur. Yəni bu sözün deyilişi ilə yazılışı arasında EXT-nın fərqi olmur. Burada isə TD-yə keçdiyinə görə bu yanlış fikirdir. Bizdən də yanlış istədiyinə görə doğru variant B variantıdır. Dünən əmuşağını gördüm. Doğrudur. Gərginlik ölçən cihazını iş prinsipi cəryanlı çərçivəyə maqnit sahəsini göstərdiyi
Yönəldici təsir əsaslanır. Bu da doğru fikirdir. Hökumət binasına hücum baş tutmadı. Bu da doğru fikirdir. Ona görə bunu götürməyəcəyik. 121-ci sualda deyir ki, cümlələrin birində sözün tələffüzü yanlış göstərilmişdir. Ona təklif etdim ki, duet oxuyaq. Bəli, bu doğru göstərilib. Bizdən də yanlış istəyir. Büdcəyə nəzarət edilmirdi. Ümumiyyətlə, büdcə sözü büdcə şəklində də tələffüz olunur. Büdcəyə olan burada büdcəyə şəklində də tələffüz edilməlidir. Çünki büdcəyə sözünə saytı artırdıqda sondakı açıq sayt qapalı sayta keçir. Bu da doğrudur. Azərbaycancılıq məfkurə yaşatmaq lazımdır. Məfkurə sözündə bu sözə doğru yazılıb. Hamı gerçəkliklə barışmamalı, mövcud vəziyyəti inkar etməlidir. Mövcud vəziyyətində burada o-vov hərfləşməsində heç bir dəyişiklik olmamalıdır yeni qaydaya əsasən. O-vov hərfləşməsi ilə olduğu kimi də qalır. Ona görə elə yanlış D variantıdır. Varlanmaq arzusu qurd kimi içini yeyir. Varlanmaq, bu da doğrudur. 122-ci sualda deyir, hansı sözlərin vurğusu dəyişməklə ümumi qrammatik mənası heç vaxt dəyişmir. Şaxtadan elektrik sözləri, bayaq da qeyd etdiyimiz kimi bu sözün vurğusu dəyişsə də elə isim kimi düşünəcəyik. Dimdik sözünü həm sifət kimi, həm də ki isim kimi düşünəcəyik. İsim kimi düşünəndə vurğu əvvələ düşür, sifət kimi düşünəndə isə vurğu sona düşür. Bildir sözü həm zərf kimi, yəni bu ildən əvvəlki ilk mənasında işlədilir, həm də ki feil, yəni bildirmək mənasında. Gəlin sözünün isə həm isim kimi, həm də siz gəlin, feil kimi düşünəcəyik. Burada doğru variant 1-3. C variantı. 123-cü sualda cədvəldə uyğun variantları müəyyən edin. 123-cü sualda biraz yanlışlıq var. Burada uyğun variantı yox, çünki uyğun variantı deyəndə variant çıxmır. Uyğunsuz variantını seçməliyik. Tərkibində uzun tələffüz olunan sait var. Bəli, bu doğru fikirdir. Dərrakə, dibacə, bəli, diqqətə layiq, sonra inşaat, iradəsiz. Bunlar doğru fikirdir. Tərkibində uzun tələffüz olunan sait yoxdur. Burada uzun tələffüz olunan sait yoxdur. Şabalıd yoxdur, soda yoxdur, komediya yoxdur, rəqqasə uzun tələffüz olunan var. R sözündə də uzun tələffüz olunan yoxdur. Bizdən də uyğunsuzluq istədiyinə görə doğru variant D variantıdır. 124-cü sualda deyir, saitlə başlayan şəkilçi artırdıqda qırğı əvəzlənməsi baş verir. Məsələn, bucaq, bucağın. Sonra bu doğru variantdır. Yaraq, yarağın. Bu da doğrudur. Nahaq, nahaq. K şəklində tələffüz olunacaq. Şərikdir, iştirakdır, malikdir. Bu sözlərdə K-yi əvəzlənməsi olmur. Elə K olduğu kimi də qalır. Bir saitlə başlanan şəkilçi artırdıqda K-yi əvəzlənməsi baş verir. Burada isə K-yi əvəzlənməsi baş vermir. Kələk sözündə kəlləh şəklində tələffüz olunur. Bilək sözü biləh şəklində tələffüz olunur. Çünki K samiti sözün sonunda gələndə K kimi, özündən sonra samit gələndə, sözün sonunda gələndə ix kimi, samit gələndə də ix kimi, sait gələndə isə y kimi tələffüz olunur. Bu da doğrudur. Bizdən K-yi əvəzlənməsi baş vermir deyir. Ona görə burada isə ix kimi tələffüz olunur. Yəni 124-də 1, 2, 5, 6. Doğru variant A variantıdır. Tərkibində yalnız cingiltə samitlərin olduğu variantı seçin. Urbanizasiya, ummaq. Burada kar samitdir. Umac, kar samitdir. Baryer və armud, kar samitdir. Ariyə və anonim. Bu sözlərin tərkibində cingiltə samitləri var.
Anmaq, anmaq. Qondarma, qondarma şəklində. 125-də D variantı. Yalnız bu sözün tərkibində cingiltili samitlərdir. 126-cı sualda deyir, cədvəldən uyğun variantı seçin. Bu sualda da yanlışlıq var. Burada uyğun deyəndə variant çıxmır çünki uyğunsuz olmalıdır. Uyğunsuz variantı seçin. Alüdə uzun tələffüz olunur. Aşiq uzun tələffüz olunur. Bəhanə. Sonra Dilavər sözündə uzun yoxdur, əlaqədə də yoxdur. Deyir ki, sözdə ahəng qanunu pozulub. Bəli, alüdə sözündə A və U var, ahəng qanunu pozulub. Sonra aşiq sözündə deyir, sözdə ahəng qanunu pozulub. Bəli, A və I var, ahəng qanunu pozulub. Bəhanə, bunda ahəng qanunu pozulub. Dilavər, ahəng qanunu pozulub. Əlaqə, bəli, A var, burada ahəng qanunu pozulub. Deyir, sözdə uzun sait var. Bəli, uzun sait var. Aşiq sözündə uzun sait var. Bəhanə sözündə deyir, xeyr deyir burada. Burada yanlışdır. Burada uzun sait olmalıdır. Ona görə yanlış dediyinə görə bu səhvdir. Dilavər sözündə bəli, bu sözdə də uzun tələffüz olma var. Dilavər şəklində tələffüz olunur. Deyir, əlaqə. Bu sözdə də uzun tələffüz olunma var. Deyir, doğru yoxsa yanlış? Bunlar doğrudur hər ikisi. Bunlar da doğrudur. Bu yanlışdır. Bəli, burada da yanlış verildiyinə görə bu da doğrudur. Deyir, bəli, bəli, bu fikirlər ikisi də yanlışdır. Xeyr, bu səhvdir. Hər iki fikir doğru, bura yanlışın yerinə doğru yazılmalıydı. Çünki hər iki fikir doğrudur. 126-da doğru variant elə D variantıdır. Əlaqə, bəli, doğru fikirdir. Bunlar da doğrudur. Bu fikir də doğrudur. 126-da D variantı. 127-ci sualda hansı feildə kar qarşılığı olmayan cingiltili samit yoxdur? Başla sözü başda şəklində tələffüz olmalıdır və başla sözün burada feil dediyinə görə başla sözü başda şəklində tələffüz edəcəyik. Çünki qarşılığı olmayan cingiltili samit yoxdur deyir. Bu doğru fikirdir. Əgər biz bu sözü başla şəklində düşünsək, burada bu fikir yanlış olar. Çünki başla sözü feil deyil. Qoşmalı isimdir bu söz. Deyir, sızdır. Sızdır, feil kimi bunu sözü düşünsək əgər biz, elə dır şəklində də tələffüz olunacaq bu söz. Feildir. Oxla, oxla şəklində də elə tələffüz olunacaq. Qandır, burada feil olanda dır olduğu kimi də qalır. Düşmür r. İşlən, burada l-dan n var. Bu da yanlış fikirdir. Doğru variant 127-də A variantı. Uyğunlaşdıran. Vurğu birinci hecəyə düşür, vurğu ikinci hecəyə düşür, vurğu nə birinci, nə də ikinci hecəyə düşür. Vurğu birinci hecəyə düşür deyir, əl qərəzdə, bəli, birinci hecəyə düşür. Bunu A-ya yazacağıq. Sonra vurğu ikinci hecəyə düşür. Liner sözündə də burada da vurğu 1-ə düşür. B-ni də 1-ə yazacağıq. Vurğu ikinci hecəyə düşür deyir. Məsələn, defiz, kredit, D-dan E-ni buraya yazacağıq. Defiz, kredit. Müsabiqə sözündə isə sona düşür. Vurğu burada da deyir, nə birinci, nə də ikinci hecəyə düşür. Burada 1, 2, 3, 4-cü hecəyə düşür. Buraya isə C yazırıq. Yəni 1-ə AB, 2-yə DE, 3-də isə C-yə düşür. Doğru variant E variantı. 129-cu sualda. Deyir, hecəlara düzgün bölünüb, hecəlara düzgün bölünməyib. Körükləmək, bəli, bu hecəlara düzgün bölünüb.
Kulminariya. Burada kulminariya olmalıdır. Müvəffəqiyyət. Bu söz doğru bölünüb hecalara. Burada isə deyir hecaları düzgün bölünməyib. Natrum mort şəklində hecalara bölünməli idi. Neft təmizləyən. Bu söz isə düzgün bölünüb. Bu da yanlışdır. 129'da 1, 3, 4 doğru variant B variantı. 130. sualda deyir, cədvəldən bütün uyğun sözləri seçin. Nöqtələrin yerinə N hərfi yazılacaq, nöqtələrin yerinə M hərfi yazılacaq. Lampa, şampun, sünbül M yazılmalıdır. Kombayn M yazılır, peyğəmbər M yazılır. Burada deyir, nöqtələrin yerinə N hərfi yazılacaq. Bu 3-ə aiddir. Nöqtələrin yerinə M hərfi yazılacaq. 4, 5. Doğru variant C variantı. 131-ci sualda deyir, hansı söz birləşmələrində Y səsi var? Küləh səsi. Çünki Ç-dan sonra samit gəldiyinə görə Ç hərfi ilk kimi tələffüz olunacaq. Burada Ç-dan sonra sait gəldiyinə görə Ç Y kimi tələffüz olunacaq. Çiçək ətri. Bilək güləşdirənlər. Burada da samit gəldiyinə görə Ç ilk kimi tələffüz olunacaq. Müştərək işlər. Burada Ç alınma olduğuna görə sait gəlsə də Ç kimi tələffüz olunacaq. Kəpənək öləndə kəpənək. Burada sait gəldiyinə görə Y kimi tələffüz olunacaq. Yəni 2-dən 4-də verilən variant doğrudur. 2, 4. Doğru variant E variantıdır. Hansı sözün yazılışı səhvdir? Ab, hava. Bu sözün yazılışı doğrudur. Abzas doğrudur. Fayl, vestibül. Bu sözlər düzgündür. Mail. Mail sözündə i hərfi olmamalıdır. Mail şəklində yazılmalıydı. 133-cü sualda deyir, sözlərin düzgün yazılıb yazılmamasını baxımından məntiqi ardıcılığı tamamlayın. Güzəran sözü doğru yazılıb. Haqq sevən, haqq sevəndir, haqq sevərdir, haqq tanıyandır. Bu sözlər bitişik yazılmalıydı. Burada defisdə yazıldığına görə bu yanlışdır. Bizdən isə məntiqi ardıcılığı istədiyinə görə doğru, yanlış. Buradan doğrunu yazmalıyıq. Həddibuluq sözü isə yanlış yazılıb. Çünki həddibuluq şəklində yazılmalıdır. Sonra xarüladə olmalıdır. Loqaritma olmalıdır. Sonra məscid olmalıdır. C olmalıdır. Kosmonavt olmalıdır. Burada olmalıdır. Hərdəm xəyal. Hərdəm xəyal sözü doğru yazılıb. Elə 133-də də A variantı yazılmalıdır. 134-cü sualda deyir, uyğunluğu müəyyənləşdirin. Tərkibində cingiltə samiti Y olan bütün sözlər iki hecalıdır. Xeyr, bu yanlış fikirdir. Məsələn, addır, daddır. Bu sözlərin bir hecalıdır və tərkibində cingiltə samiti olan bütün sözlər, bəli, məsələn, dad. Yazaq bunu. Cingiltə samiti və tək hecalıdır. Ona görə bu fikir yanlışdır. Deyir, məsələn, qonarar sözünün düzgün yazılmayıb. Bu fikir doğrudur. Burada yanlış verdiyinə görə yanlışdır bu. Çünki qonarar sözü bu şəkildə yazılmalıydı. Tək hecalı sözlərdə Ç-yə əvəzlənməsi baş vermir. Burada yanlış yazılıb. Bu fikirdə yanlış fikirdir. Çünki məsələn tükdür, təkdir, yükdür. Bu sözlər tək hecalı sözlərdir və ki-yə əvəzlənməsi baş vermir bu sözlərdə. Elə bir hecalı sözlərdə sondakı dəyişmir. Samit dəyişmir. Tərkibində qığı əvəzlənməsi olan sözlər incə sait ola bilər. Bəli, bu da doğrudur. Burada yanlış verib. Ona görə bunu da götürməyəcəyik. Məsələn, vegetarianlıq. Vegetarianlıq şəklində tələffüz olunacaq.
Sözü hecalara bölərkən sözü hecalara bölərkən onun yazılışı və tələffüzü əsas götürülür. Xeyr, sözü hecalara bölərkən yazılışı əsas götürür. Çünki heca, vurğu, ahəng qanunu biz bunları yazılışı əsasən götürürük. Ona görə burada yanlış yazılıb. Bəli, bu fikir də yanlışdır. Burada da yanlış yazıldığına görə uyğunluq yuxarıda istədiyinə görə bu fikir doğrudur. 5-də hansı cümlələrdə fərqləndirilən sözlərdən vurğu birinci hecaya düşür? Qasım, bəs sən gəlmirsən? Burada Qasım sözü xitab rolunda çıxış elədiyinə görə vurğu əvvələ düşür. Çünki söz xitab kimi işlənəndə vurğu bir dənə özündən əvvələ düşür. Söz nidalarla bərabər və yaxud da ədatlarla bərabər işlənəndə isə xitablar, o zaman elə vurğu əvvəlki həminki hecada da qalır. Məsələn, ay Qasım desəydi, vurğu elə əvvəlki Qasım sözündə tələffüz edəndə hara düşür? Sonu ikinci hecaya düşür də. Məsələn, bu formada. Ay Qasım. Bu formada isə vurğu sona düşür. Sonra biznesmenlərdən biri bura gəlməmişdi. Burada enə düşür. E-postlar, burada e-postlar, bu doğru variantdır. Esti, burada sona düşür. Rasim, burada da xitab rolunda çıxış elədiyinə görə vurğu əvvələ düşür. 1, 3, 5. Doğru variant B variantı. 136-cı sualda verilən məlumatlara uyğun olan sözü seçin. Ahəng qanuna tabedir, yazılışı doğrudur, vurğu ikinci hecaya düşür. Monastır sözündə vurğu sona düşür. Nəinki də birə düşür. Kreslo sözündə kreslo yazılışı doğrudur, ahəng qanuna tabedir. Bu da yanlışdır. Orator, burada orator olmalıdır. Bu da yanlışdır. Xarrat sözündə isə xarrat vurğu sona, yəni ikinci hecaya düşür. Yazılışı doğrudur. Ahəng qanuna da tabedir. Doğru variant E variantıdır. 137-ci sualda deyir, hansı sözlər hecalara düzgün bölünüb? Protokol, sentyabr. Bu söz sentyabr şəklində olmalıdır. Ləzzət, ləzzətsizlik bu şəkildə olmalıdır. Komandir, toxunulmaz, minimum, minimallaşdırmaq, mini olmalıdır burada. Bunlar yanlışdır. Oktyabr, dinamik, modernləşdirmə. Bu doğru fikirdir. Hecalarda düzgün bölünüb. Məsələn, noqrafik olmalıdır. Fik şəklində tələffüz olmalı, hecalara bölünməlidir. Burada da eyni ilə. İdenfi olmalıdır. İdentifikasiya şəklində olmalıdır. Hansı variantlarda ahəng qanuna tabe olmayan şəkilçi var? Cümlədən kənarda deyir. Burada buna diqqət etmək lazımdır. Deyir, hansı variantda ahəng qanuna tabe olmayan şəkilçi var? Yəni, bir variantlı şəkilçilərin hamısı ahəng qanuna tabe deyil. Lakin deyir, cümlədən kənarda da, yəni cümlə daxilində ahəng qanuna tabe ola bilər. Amma cümlədən kənarda həmin şəkilçi ahəng qanuna tabe olmur. Yəni, buradan da bizdən bir variantlı ahəng qanuna tabe olmayan şəkilçini istəyir. Məsələn, indi dəmirçi ilə danışarıq, sizin evdəki əşyalara baxar, burada bir variantlı şəkilçi yoxdur. Salamlaşdıqdan sonra məni də onun şəkli ilə tanış etdi, burada da bir variantlı şəkilçi yoxdur. Mən qəflətən onların danışıqlarını eşitdim. Burada qəflətən zərf düzəldən şəkilçidir. Qəflət, qəflətən və bir variantlı şəkilçidir. Söz daxilində ahəng qanuna tabedir. Lakin bizdən cümlədə kənarda deyir. Cümlədən kənarda bu söz ahəng qanuna tabe deyil. Yəni cümlə daxilində ahəng qanuna tabe ola bilər. Lakin cümlədən kənarda ahəng qanuna tabe deyil. Ona görə bu sualda 139-cu sualda doğru variant C variantıdır.
139-cu sualda hansı sözlərin tələffüzündə neçə samit olduğunu dəqiq demək olmur? Qazandır sözündə həm feil kimi düşünə bilərik. Yəni qazandı, həm də qazandır. Bu şəkildə. R düşməyəndə və leksik şəkilçisi kimi qazandırmaq mənasında olanda feildir. Qazandı. Qazandı şəklində r düşəndə isə isim kimi düşünəcəyik. Yəni bu doğru fikirdir. Güldür. Güldürmək sözünü bir güldürmək mənasında feil kimi düşünəndə r qalır. Bir də bu güldü. İsim kimi düşünəndə isə dü şəklində, yəni r düşəcək. Bu da doğru variantdır. Qandır sözü də eyni qayda ilə isim kimi düşünəndə qandı, yəni r düşəcək. Feil kimi düşünüləndə isə qandırmaq mənasında r qalacaq. Bu da doğru variantdır. 1, 3, 5. Söndür. Söndür sözünü isə yalnız bir cür düşünə bilərik feil kimi. Söndür mənasında. Birdir isə yalnız say kimi düşünə biləcəyik. Yəni yenə də qeyd etdiyim kimi dır şəkilçisi əgər bunu feil kimi düşünsək, isim kimi düşünsək bu sözü d şəklində tələffüz olunacaq. 139-cu sualda doğru variant 1, 3, 5. B variantı. 140-cı sualda bütün uyğunluqları müəyyən edin. Ahəng qana tabe olan sözün vurğusu düzgün göstərilib. Vurğusu yanlış göstərilən söz ahəng qanuna tabe deyil. Burada relyef sözündə vurğu sona düşür. Burada deyir düzgün göstərilib. Bu yanlış fikirdir. Servis. Servis sözündə əgər sonda z-dan yazılsa, əgər vurğu sona düşəcək. Əgər servis sözü s hərfindən yazılırsa, o zaman vurğu əvvələ düşür. Yəni z-dan yazılsa, vurğusu da sona düşür. S-dan yazılsa isə vurğu əvvələ düşür. Fauna sözü doğru yazılıb. Fauna şəklində də tələffüz olunur. Vurğu birinci hissəyə düşür. İkinci tərəfdə isə deyir, vurğusu yanlış göstərilən söz ahəng qanuna tabe deyil. Hiperbola. Hiperbola sözündə bu sözün vurğusu yanlış göstərilib. Hiperbola şəklində tələffüz olunmalıdır. Bizdən də yanlış istədiyinə görə bu doğru variantdır. Qalstuk sözü vurğusu doğru göstərilib. Ona görə uyğunluğu müəyyən edin dediyinə görə 2, 3, ikinci tərəfdə də 4. 2, 3, 4. Doğru variant A variantı. 141-ci sualda hansı sözün yazılışı düzgündür? Web sənəd. Web sənəd defislə yazılmalıdır bu söz. Web sənəd şəklində. Məşhər yazılıb. Məhşər şəklində. H-dan ş. Bu şəkildə olmalıdır. Memorial sözü doğru yazılıb. Bizdə də düzgün istədiyinə görə doğru variant D variantıdır. Məşhur şəklində yazılmalıdır. Ornament burada E olmamalıdır. Ornament. Burada N olmalıdır. Yəni ornament. N hərfi də olmalıdır burada. Bu qədər.